Həkimlərimiz çalışır ki, təsərrüfatçıların və fermerlərin yanında olsunlar, hər çağırışa tez və operativ şəkildə getsinlər. Son zamanlar ölkənin bir neçə ərazisində iribuynuzlu mal-qara arasında müxtəlif xəstəliklərinin yayıldığı müşahidə olunur. Bu səbəbdən də bazarlarda süd, qatıq və digər ağartı məhsullarının satışında qıtlıq yaranıb. Məsələ ilə bağlı Kürdəmir rayon bazarında süd məhsullarının satışı ilə məşğul olan satıcıların fikrini və yaranmış qıtlığın səbəbini öyrənməyə çalışdıq. Satıcılar bildirdilər ki, artıq 10-15 gündür ki, bazara ağartı məhsulları gəlmir və bunun səbəbi isə mal-qara arasında yayılan dabaq xəstəliyi ilə bağlıdır. Satıcılar bildirdilər ki, bazarda süd, qatıq, ağartı məhsullarının satışı hazırda 90-95% azalıb. Alıcılıq isə demək olar ki, sıfıra bərabərdir. Məsələ ilə bağlı bazar rəhbərliyi bildirdi ki, heyvanlar arasında yayılan mövsümi xəstəliklərlə bağlı bazarda ağartı məhsullarının satışı müvəqqəti olaraq dayandırılıb və bu vəziyyət xəstəlik aradan qalxana qədər davam etdiriləcək. Bildirildi ki, əgər xəbərsiz olaraq bazar arasında bu məhsullar satılarsa, dərhal onunla bağlı ciddi tədbirlər görüləcək. Kürdəmir rayonunda hal-hazırda dabaqla bağlı problemimiz yoxdur. Demək olar ki, azalıb. Dabaq xəstəliyinin tədbirləri, ekzotik tədbirlər planına uyğun olaraq həkimlərin tərəfindən vaksinasiya və dezinfeksiya işləri aparılır. Heyvan bazarlarında dezinfeksiya işləri aparılır. Həkimlərimiz çalışır ki, təsərrüfatçıların və fermerlərin yanında olsunlar, hər çağırışa tez və operativ şəkildə getsinlər. Hal-hazırda da hansı vəziyyət nədir? Vəziyyət yaxşıdır. Tələfatımız yoxdur bizdə olan məlumata görə və heyvanlarda dabaq səngiməyə doğru gedir, çox azalıb. Qeyd edək ki, dabaq xəstəliyinin inkubasiya dövrü 14 gün çəkir və bu müddətdən sonra baytar mütəxəssisinin razılığı əsasında xəstəliyi sağalmış mal-qaranın süd və qatığından istifadə etmək mümkündür. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.